İsmi Şah. İsmi Şah. İsmi Şah. İsmi Şah. Ya Allah. Ya Allah. Ya Allah. Ya Allah. İsmi Şah. İsmi Şah. İsmi Şah. Girdim Adem cismine, kimsene bilmez sinini. Ben bu Beytullah içinde ta ezelden var. Bu eser daha önce yazılmış olan Fatihler Səltənəti əsərinin davamıdır. Hadisələri, obrazları daha yaxşı anlamaq üçün məsləhətdir ki, digər əsəri də əldə edəsiniz. Əsər, görkəmli Azərbaycan yazıcısı Fərman Kərimzadənin Xudafərin Körpüsü romanının motivləri əsasında tarixi faktlar və müstəqil yazar təxəyyülünün məhsulu olaraq meydana çıxmışdı. Əsərin yazılma məqsədi milli ideologiyamızın, tariximizin və dövlətçilik ənənələrimizin təbliğidir. Divanxana. Şeyx Heydər divanxanaya daxil olur. Taxta oturur. Yalnız sərkərdələr və Əbu Musa kənarda dayana bilir. Heydər baxışlarını hər bir döyüşçünün üzərində gəzdirir. Müridlərim, biz Dərbəndə qazavat üçün getdik. Atam Şeyx Cüneydin Samur çay kənarında tökülən qanının qisasını alaraq qutlu ülkü uğrunda vuruşdu. Bizim yolumuzda iki cür düşmən var. Açıq düşmən Şirvanşahlar və gizli düşmən İslam qiyafəli şeytanlar. Əbu Musa başını daha da aşağı əyir. Mənə Şirvanşahın vəziri Sasan Keyxosrov dedi ki, düşmən bəlkə də öz içindədir. Mən bu sözün mənasını düşündüm. Əgər bir ordunun içində toxumunu pozanlar varsa, o ordu heç vaxt zəfər çala bilməz. Bizim hədəfimiz bütöv Azərbaycanın hər qarışına hökm etməkdir. Amma bu hökmranlıq Türkün birliyini parçalamaq niyyəti ilə
Gələn yad nəfəslərin yox, pak qəlblərin əlində olmalıdır. Bizim yolumuz nur yoludur, türklüyümüzlə bağlıdır. Kim bu ocağa nifaq salmaq istəsə, qılıncım onu cəhənnəmə göndərəcək. Qızılbaşlar Bismillah, Allah, Allah deyə uca səslə Şeyx Heydərə biyyət etdiklərini bildirirlər. Əbu Musa kövrək səslə şeyxə baş əyərək qışqırır. Şeyx Heydərin otağı. Gecə. Gecə Şeyx Heydər öz yataq otağında, divar dibindəki qalın döşəkdədir. Otağın havası sakit və yumşaqdır. Aləmşah bəyim ərinin yanındadır. Sən gedəndən içim nəysə yaman narahatdır. Nə olub gözümün nuru? Sənin baxışların ocağın içində olanları görmür Heydər. Sən onlara nur verirsən. Onlar isə sənin arxanda qaranlıq planlar qururlar. Yenə bu sözləri niyə deyirsən gözümün nuru? Hansı qaranlıqdan danışırsan? Mən sənin yoxluğunda bu ocağın içində idim. Bir neçə gün əvvəl gecə yarısı otağa gəldim. Əbu Musa və müridlərin divanxanada toplanmışdı. Tacik, Fars, sənin yoğuna aid olmayan bir çox din adamları buradaydılar. Mən ondan soruşdum, savab niyyətindən gələnlər niyə qaranlıqda gizlənirlər? Onun gözləri alov kimi idi, cavabı isə yalana oxşayırdı. Sanki onlar sənin qayıdışın üçün dua etmirdilər Heydər. Onlar sənin türk birliyini yox, öz başqa niyyətlərini bəsləyirdilər. Sən onların kölgəsinə inanırsan? Şeyx Heydər düşüncəlidir. Sasan Keyxosrovun sözlərini xatırlayır. Düşmən bəlkə də öz içindədir. Mən o sözü eşitdim Aləmşah. Şirvanşahın vəziri də dedi. Mən sənin qəlbinin paçlığına inanıram. Amma Əbu Musa, sən bilmirsən. O mənimlə neçə döyüşdən mərd-mərdanə çıxıb. Daima döyüşlərdə mənim sağ əlim olub. O Bayandurluların qarşısında Şirvanşahın ordusu ilə üz-üzə gələndə o öz qanını bu yola tökməyə hazır olub. Bəzən qan tökmək riyakarlığın ən böyük pərdəsidir şeyxim. Mən sənin xatununamsa, ərimin taxtının təhlükəsini hiss etdiyim kimi, bu ocağın da içdən yıxıla biləcəyini hiss edirəm. Mənim qorxum Ağqoyunlu və ya Şirvanşah deyil, içimizdəki gizli xainlərin varlığının yaratdığı sükutdur. Mən inanıram ki, o mənim yolumdan dönməz. O bizim yolumuzun çətinliyini görüb, mənim qazabata getdiyimi bilib, necə mənim əleyhimə çıxa bilər? O Azərbaycan oğludur. Sən narahat olma. Əgər o xaindirsə, o zaman onun zülməti mənim nurumda əriyəcək. Şeyx Heydər Aləmşahı qucaqlayır, ancaq o çox düşüncəlidir. Bilir ki, əri dərin bir inam və şübhə arasında qalıb. Amma bu gecə o ərinə güc verməkdən başqa bir şey edə bilməz. Çöldə, qaranlıqda gizlənən Əbu Musanın kölgəsi isə hələ gözləyir. Şirvanşahlar Sarayı gecə. Şirvanşahlar Sarayının taxt otağı. Havada qədim əhəng və azca dəniz küləyinin qoxusu hiss olunur. Otaqda şahın qarşısında bir əsas masa var. Masanın üstündə Şirvanın Dərbənddən Araz çayına qədər olan xəritəsi açılıb. Sarayın hündür pəncərəsindən ay işığı otağa düşür və Fərrux Yasar ilə vəzir Sasan Keyxosrovun kölgələrini divarlarda rəqs etdirir. Fərrux Yasarın üzündə gərginlik və biraz rahatlıq qarışığı var. Sasan Keyxosrovun əlləri arxasında bağlıdır. O, sakitcə fikrə dalmış kimi görünür. Nəhayət bu yük az da olsa çiyinlərimizdən götürüldü. Yaqub mənim qızımı, Gövhər xatını öz sarayına apardı. Bu sadəcə evlilik deyil Sasan. Bu Ərdəbilin təhlükəsinə qarşı qurulan güclü bir ittifaqdır. Doğrudur hökümdarım. Yaqubun məhz siz Şirvan şahının qızını seçməsi Heydərin bütün planlarını alt-üst etdi. Siz bu evliliklə Şeyx Heydərə qarşı Türk birliyi
siyasətindən istifadə edib Ağqoyunlunun kölgəsindən dövlətinizi qorumaq üçün istifadə edirsiniz. Artıq Yaqub geri çəkilə bilməz. Bəs Şeyx Heydər, mənə çatan xəbərlər pisdir Sasan. O Dərbəndə yürüşə getməyi təxirə salıb. Quryan kəndindəki o kiçik hücum məsələsi hələ də qəzəb alovu olaraq qalır. O mənim adımı çəkdi. Mən də elə bunu istəyirdim hökümdarım. Şeyx Heydər nə qədər ki öz qılıncını Samur çayı tərəfə yox, Ərdəbilət tərəf çevirir, biz bu müharibəni qazanarıq. Mən onun qəlbinə düşmən bəlkə də öz içindədir deyə bir şübhə toxumu səpdim. O toxum indi onun qüdrətli ocağında cücərir. Səncə o bu sözə inandı? O inanmaq məcburiyyətindədir hökümdarım. Şeyxin içində şübhə yaratmaq, onun ən sadiq adamlarını belə ona xain görünməsinə səbəb olur. Heydər bilir ki, onun müridləri arasında İslam qiyabəli şeytanlar ola bilər. Biz isə sadəcə bu şübhəni alovlandırırıq. O hazırda Əbu Musa və onun ətrafındakı qeyri-türk din adamlarının ona qarşı niyyətlərini axtarır. Yəni biz Heydərin diqqətini Şirvana olan qəzəbindən uzaqlaşdırıb, öz evində xain axtarmağa məcbur etdik. Bu, zəhərlənmiş meyvədir Keyxosrov ağa. Bəs Ağqoyunlu bu vaxtda nə edəcək? Onlar nə vaxt hazır olacaqlar? Biz vaxt qazandıq. İndi o vaxtdan səmərəli istifadə etmək lazımdır. Məncə Təbriz sükut içində öz hazırlığını görür. Sultan Yaqub vaxtilə onun düşmənlərini darmadağın edən Süleyman bəy Bizanoğluna inanır. Sultan Yaqub Şeyx Heydəri ciddi bir təhdid kimi görür. Çünki Heydər nə vaxtsa Ağqoyunlu daxilindəki digər şahzadələri dəstəkləyə bilər. Bizim Gövhər Xatunla qurduğumuz ittifaq Yaquba lazımi siyasi pərdəni verəcək. Ancaq düşünürəm ki, qızınız vasitəsilə Ağqoyunlu sarayına yeni cəsuslar göndərib, Süleyman bəyi Şeyx Heydərə qarşı öz tərəfimizə çəkmək üçün təbliğat aparmalıyıq. Yaxşı fikirdir. Bizim taktika budur. Şeyx öz ocağında boğulur, biz isə vaxt qazanırıq. Nə qədər vaxtımız var? Qoy Təbriz də, Ərdəbil də bizə bağlı olsun ki, lazımi məqamda istədiyimiz niyyəti həyata keçirə bilək. Mənim Ərdəbildəki cəsusların vasitəsilə əldə etdiyim məlumata görə bu daxili narahatlıq Heydərin qüvvələri ən azı bir il iflic edəcək. O artıq xainin kim olduğunu bilməyə başlayır. Amma onu ifşa etmək üçün dəlil axtarır. Heydər döyüşə getməzdən əvvəl evi təmizləmək istəyir. O təmizlənmək isə qan tökülməsi deməkdir. Ağqoyunlulara da vaxt lazımdır ki, cənub sərhədlərindəki təhlükə olan məmlüklərlə bağlı çətinlikləri aradan qaldırsınlar və bütün diqqətlərini Şeyx Heydərə yönəltsinlər. Yaxşı, artıq Ağqoyunlu qılıncı bizim əlimizdədir. Mən yalnız Uzun Həsənin qızı Aləmşahın Yaquba təsir etməsindən qorxurdum. Amma indi Gövhər o sarayda bizim yeni gözümüz olacaq. Heydər qoy o qızılbaş dərvişləri arasında xainləri və ya öz sadiqini tapsın. O vaxta qədər Şirvan və Təbrizin birgə qüdrəti onu bir dəfəlik məğlub etməyə hazır olacaq. Fərrux Yasar qətiyyətlə ayağa qalxır. Sasan Keyxosrov təzim edir. Fərrux Yasar çıxır.
Bir müddət sonra otağa bir üzü niqablı orta yaşlı kişi daxil olur. Ehtiyatla o yan o yana baxır və Sasan Keyxosrovun önündə diz çökür. Qorxma Həsən, şah dincəlməyə getdi. İndi onu 4 kəniz ilə birlikdə hamam məcarası gözləyir. Biz isə burada otaqda təkik. Rahat ol, üzünü aça bilərsən. Həsən adlı niqablı kişi üzünü açır. Bir gözü kördür. Vahiməli üzü var. Seyyiduna həzrətləri, mən Həsən qulunuz, əmrinizə müntəzirəm. Sasan gülür və Həsənə aciz bir kölə gözü ilə baxır.